Salam, hər vaxtınız xeyir. MHM test toplusundan sizi taktik təhlilin birinci hissəsinə baxmışdıq. İndi 65-ci sualdan davamına baxaq. Qarşıdakı bəzi seçimi deyil, bütün seçimləri istəyirəm. Bunu təhlil edəsək, nə edirəm, istəyirəm, nəyi seçimləri, hansı seçimləri, bütün seçimləri. Burada deyil müstəqil xəbərdir. Deyil müstəqil xəbərdir. Nəyi seçimi, hansı seçimi, bəzi, hansı seçimi qarşıdakı. Cümlədəki xəbərlər həmcinsdir. Bəli, bu həmcins xəbərdir. Birinci cümlənin mübtədası düzəltmə isimdir. Birinci cümlənin mübtədası yoxdur. Ümumiyyətlə, bu cümlənin mübtədası mən sözüdür. Mən əvəzi idi. 2 səhv fikirdir. Əvəzi ilə ifadə olunan təyin xəbəri izah edir. Burada təyini yox, əvəzlik bəzidir, düzdür. Tamamlığı izah edir. 3 səhvdir. Birinci cümlədəki isim adlıq. Birinci cümlədəki isim adlıq deyil, seçimi. İkinci cümlədəki təsirlikdir. İkinci cümlədəki isim təsirlik haldadır. Hər ikisi təsirlik haldır. 4 səhvdir. Birinci cümlədə 2 təyin işlənib. Doğrudur, görürəm gözümlə 2 təyin işlənibdir. Göydə guruldamış, deyirlər o gün, çölləri, düzləri buludlar sarmış. Nümunədə işlənməyib. Deyirlər ki, o gün göydə guruldayıb, çölləri, düzləri buludlar. Guruldamış nə göy, sarmış nə buludlar. Burada tabesi mürəkkəb cümləni var. Tabesi mürəkkəb cümlə işlənib. Keçmiş zaman məzmunlu fe'li sifət varmı? Yox, yoxdur. Sifətlə omonim olan isim. Məsələn, göy sözü ola bilər, düz sözü ola bilər. Sifətlə omonim olan isim. Göy səma mənasında, bir də rəng mənasında, düz, doğru düz mənasında, bir də çöl, düz. Mürəkkəb zaman zərfi o gün var. Xəbər şəklində olan feillər guruldamış, sarmış, keçmiş zamanda olan feillərdir. Bu da var. Bunu mən çox gözəl bilirəm, ancaq anam bilmir. Deməli, mən bilirəm, mən. Bilmir, anam mürəkkəb cümlədir. Və qarşılaşdırma əlaqəsidir. Mən bilirəm, ancaq anam bilmir. Cümlə üzvlərindən biri hər iki cümləyə aiddir. Bəli, bunu sözü, mən bilirəm bunu, amma bunu anam bilmir. Bunu götürmək olar. İndi baxaq digər variantlara. Zaman mənalı əlaqəli, yox, zaman deyil. Bu qarşılaşdırma əlaqəsidir. İntonasiya ilə bağlanmış, intonasiya ilə bağlanmayıb, baxın, bağlayıcı ilə bağlanıb. Mübtədalarda mənsubiyyət şəkli işlənib, görmədim. Burada var, anamda var, amma birincidə yoxdur. Sifətlə ifadə olunmuş zərfli işlənib. Xeyr, bu elə zərfin özüdür. Ortaq sözlərdir. Sonra hansı fikirlər yanlışdır? Adlı hallı isim olan cümlədə mütləq mübtəda var, yanlışdır. Bu xitab da ola bilər də. Məsələn, oğul sözlərimə yaxşı qulaq as. Ata nəsihəti faydasız olmaz. Orada oğul adlı hallı sözdür, amma həmin cümlənin mübtədası yoxdur. Təsirlik hallı söz xəbərin ifadə vasitəsinin tərkibində işlənə bilər. Bəli, məqsədi kitabı oxumaqdır. Məqsədi kitabı bitirməkdir və s. Bu da doğru fikirdir. 2-ni götürəcək. Yox. Bizə nə deyir? Yanlışı deyir. Yanlışı deyirsə 1-i götürməliyəm. 2-ni yox. Hal şəkilçili sözlərin hamısı müstəqil şəkildə tamamlıq ola bilir. Yanlışdır. Bunu götürəcəm. Niyə? Çünki yəlik halda hal şəkilçili sözdür, amma o cümlədə müstəqil şəkildə tamamlıq olmur. Müəyyən yəlik hal müstəqil şəkildə yalnız cümlənin xəbəri olur. Məsələn, kitab sənindir. Başqa bir cümlə üzvü olmur. Sifət formaca dəyişmədən ismin xüsusiyyətini daşıya bilməz. Yanlış fikirdir. Deməli, 4-ü də götürəcəm. Məsələn, gənc çıxış etdi. Kim? Gənc. Gənc sözü ismin xüsusiyyətini formaca dəyişməyib. Yəni, heç bir qrammatik şəkilçi qəbul etməyib. Amma ismin xüsusiyyətini daşıyır. Kim sualına cavab verir? Cümlənin mübtədasıdır. Deməli, 4 də səhvdir. Yönlük hallı sözdə tələffüz zamanı kök dəyişə bilir. Bəli, dəyişə bilir. Məsələn, babaya yazırıq. Babıya deyirik. Deməli, 5 də doğru fikirdir. Ona görə cavabımız olar 1, 3, 4, D variantı.
Cümlədə yəlik halı söz işlənibsə, həmin cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Aslı tərəfi yəlik halı olan fe'li birləşmə işlənə bilər. Doğru fikirdir. Məsələn, sənin gördüyün, sənin gördüyün. Sonra, sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf olan eyni söz işlənə bilər. Doğru fikirdir. Məsələn, sənin kitabın. Bu kitabın. Burada sənin sözü uzlaşmaya görə əsasdır. İdarəyə görə aslı tərəfdir. Deməli ki, düzdür. Şərt şəklində olan fe'llə müstəqil əlaqələnmiş yəlik hal işlənə bilər. Yanlış fikirdir. Ümumiyyətlə, yəlik hal təsirflənən fe'llə əlaqələnə bilmir. Yəni, şərt şəklində olan fe'l təsirflənən fe'ldir də. Bu, heç vaxt bundan əlaqələnə bilməz. Tamamlıq kimi işlənən müstəqil yəlik hal işlənə bilər. Yanlış fikirdir. Bayaq da dedik, yəlik hal müstəqil şəkildə yalnız cümlənin xəbəri olur. Tamamlığı ola bilməz. Cavabımız olar 1, 2, ev variantı. Sonra, bəlkə xəstəlikdir darıxmaq hissi. Bu böyük ağrı ilə yaşamaq yox, valla ölmək də pistir. Burada darıxmağın hissi yəlik haldır bu. Bir dəqiqə baxın. Deyir ki, nümunənin təhlilinə aid olan fikirləri müəyyən edin. Məsələlərin hamısı adlıq haldır. Bir səhvdir. Elə darıxmaq hissi dedik, yəlik haldır, qeyri-müəyyəndir. Şəkilçi yoxdur. Cümlələrdən biri həmciz xəbərli sadə cümlədir. Cümlələrdən biri pisdir. Nə ölmək. Vallahi bu böyük ağrı ilə yaşamaq yox, ölmək də pisdir. Burada da cümlənin xəbəri yoxdur. Yaşamaq da ayrı-ayrı mübtəda var, ayrı-ayrı xəbər var. Bu sadə cümlə deyil, həmciz deyil. Tabiiz mürəkkəb cümlə. Həm sadə, həm də mürəkkəb cümlə işlənib. Bəli, bu sadədir. Bu hissə birinci, yəni sadə cümlədir. Bu hissədə mürəkkəbdir. Bu sadə, bu da mürəkkəb. Deməli, 3-ü götürə bilərəm. Məsələlərdən ikisi qulluqca eynidir. Dardan darıxmaqdır, yaşdan yaşamaqdır. Ölməkdən də ölmək sadədir. Bəli, ikisi qulluqca eynidir. 4-ü götürdüm. İşarə əvəzliyi təyin rolunda deyil. İşarə əvəzliyini tapım görüm. Hanı işarə əvəzliyi? Hə, bu. Bu böyük ağrı ilə yaşamaq. Yaşamaq yox. Hə, bunu mən xəbərin mübtədasını səhv müəyyən edim. Nədir? Yox, nə? Bu böyük ağrı ilə yaşamaq. Bu bir yerdədir. Bəli, təyin rolunda deyil. 5-də düzdür. Burada işarə əvəzliyi bu sözüdür. Cavabım olar C variantı. Cümləni bütöv oxumadım. Ona görə. Deyir, Eyler-Venn diaqramına əsasən verilən cümlələr ilə bağlı doğru fikir. Bir addım da qabağa gəldimi, yerə yıxılacaq. Yəni, bir addım da qabağa gələndə yerə yıxılacaq. Burada andədir. Yəni, anda ilə əvəz eləyə bilirsənsə, deməli, mımi burada nədir? Bağlayıcı vasitədir. Mürəkkəb cümlədir. Belə olanda mımi bağlayıcı vasitə olanda budaq birinci gəlir, baş ikinci gəlir. Kim ki sizin bura gəldiyinizi bilir, onu uzaqlaşdırmalıyıq. Bağlayıcı sözü görürəm. Deməli, bu budaqdır, bu başdır. Başqa da bir şey varmı? Gəlin baxaq. Sual intonasiyasının yaranması sual ədatı ilə bağlıdır. Bu yanlışdır. Niyə? Çünki mımi bağlayıcı vasitə olanda sual intonasiyasının yaranmasında iştirak eləmir. Sual intonasiyası yaratmır. Sual cümləsi yaratmır. Ona görə biri variantlardan çıxmalıyam. Əgər yanlışı deyirsə, doğrunu deyirsə. Budaq cümlə baş cümləyə sual ədatı ilə bağlanır. Bəli. 2 düzdür. Homonimliyi olan köməkçi nitq hissəsi işlənsə də əsas nitq hissəsi işlənməyib. Homonimliyi olan köməkçi nitq 3-ü ortaya yazıb. Burada homonimliyi olan köməkçi nitq hissəsi, məsələn, dadə, həm ədat kimi, həm bağlayıcı kimi görə bilirəm bunu. Ədat, bağlayıcı. İndi, sonra bu tərəfdə kini də görə bilirəm. Ki, yenə ədat və bağlayıcı kimi homonimdir. Sonra qabaq sözü də homonimdir, amma qabaq. Homonim köməkçi nitq hissəsi. Qabaq burada əsas nitq hissəsidir. Onu mən necə düşünə bilərəm? Qoşma, zərf, sifət, sonra isim, qabaq sözünü müxtəlif cür düşünmək olar. Bu da homonimliyi olan əsas nitq hissəsidir. Bu tərəfdə də o var, o. O bilirik ki, homonimdir. Bir işarə əvəzliyi kimi, bir də şəxs əvəzliyi kimi. Deməli, 3 səhv fikirdir.
Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənmişdi. Deməli, bu 4 hara aid ola bilər? Bu 4 bura, birinci cümləyə aid ola bilər. Amma ikincidə burada qəlbin var da, qarşılıq sözün var. Yəni, baş cümlədə buraxılan üzvün yerində deyil. Qəlib əvəzi qəlblə ifadə olunan üzvün yerində işlənibdir. Deməli, 4 bura yazılmalı idi. 4 səhvdir. Sual əvəzliyi sual intonasiyası yaratmayıb. Sual əvəzliyi hanı? Hə, bu. Sual əvəzliyi sual intonasiyası yaratmayıb. Bəli. Niyə? Çünki burada sual funksiyasını daşımır da, bağlayıcı söz olanda sual funksiyasını daşımır. Bu düzdür. 6. Baş cümlənin xəbəri feilin xəbər şəklində deyil. Baş cümlənin xəbəri feilin xəbər şəklində deyil, deyir. Baş cümlənin xəbəri budur. Bəli, malı məli var. Deməli, bu nədir? Vacib şəklidir. Şəklində deyil. Qulluqca sadədir. Uzaqdan uzaqlaş var. Uzaqlaşdır var. Qulluqca sadə də deyil. Burada 6 da səhvdir. Bunun cavabını görüm nə verib? 71. 71-ə B verib. Amma dediyim kimi burada bir problem var. 6-cı sual cavab olmalı idi 2-5. Sonra cümlələr əsasında uyğunluğu müəyyən edin. Ondakı uşaqların hamısı gəlmişdilər. Ondakı bağlayıcı sözü gördüm. Deməli, bu budaqdır, bu başdır. Əgər görürəm, bu budaqdır. Yox, bu da başdır. İndi deyir ki, budaq cümlə baş cümləyə bağlayıcı söz ilə bağlanmışdı. Bəli, bir üçün doğru fikirdir. Ondakı bağlayıcı sözdür. Sonra, əvəzlik gəlib işlənmiş mürəkkəb cümlədir. Xeyr, əvəzlik qəlibi görmədim. Əvəzlik gəlib baş cümlədə olmalıdır, amma görürsünüz elə bir şey yoxdur. 2 deməli səhvdir, 2-ni çıxdıq. Baş cümlədə qrammatik norma pozulmuşdu. Baş cümlədə məclisin mövzusu elan edildi. Hər hansı bir qrammatik norma pozuntusu da görmədim. Fərqləndirilən hissə müstəqil işlənsə, feil sifət tərkibi əmələ gətirəcək. Fərqləndirilən hissə müstəqil işlənsə. Xeyr, məsələn, burada həll edə biləcəyi fərqləndirib də. Bunu müstəqil işlənsə necə feil sifət? Bu mürəkkəb həll edə bilmək mürəkkəb feil olacaq. Burada feil sifət tərkibi əmələ gətirəcək deyilən bir şey yoxdur. 3 səhvdir. Şərt bağlayıcısı ilə şərt şəklində işlənmiş feili budaq cümlə. Nə? Feil budaq cümlədədir. Hə, deyir şərt bağlayıcısı ilə. Şərt bağlayıcısını gördüm. Şərt şəklində işlənmiş feil. Şərt şəklində işlənmiş feil yəqin bunu nəzərdə tutur, amma bu yanlış fikirdir. Çünki bu varsa isə hissəciyidir. Bu feil deyir ki, buna mən şərt şəklində olan feil deyim. Burada 1, 5, bir də hansı idi? 4 da yanlış idi da. 1, 4, 5 C variantı olar. Atalar oğul istəyir ki, ata mülkünə sahib çıxsın. Cümləsinin təninə aid olan fikirlərin sayını müəyyən edək. Burada həm təyin budaq cümləsi kimi düşünmək olar bura. Təyin. Atalar necə oğul istəyər? Ata mülkünə sahib çıxan oğul istəyər. Bir də məqsəd budaq cümləsi kimi də düşünmək olar. Atalar ata mülkünə sahib çıxması üçün oğul istəyir. Daha doğrusu səbəb budaq cümləsi. Çıxmaq üçün, çıxması üçün. Yox, məqsəd. İndi deyir, əməlli ilə demək mümkündür. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib. Nə edər? Bu budaq bizim baş cümləmizdir. Bu baş cümləmizdir. Bu da bizim budaq cümləmiz olsun. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib deyir. Bir düzdür. Əminliklə demək olur bunu. Əminliklə demək mümkündür. Yox, bu tərəfə baxaq. Nə sualına cavab verən sözlər ismin fərqli halındadır. Burada nə sualına cavab verən söz oğuldur, nəyi istəyər, nə istəyər. Bir də ata mülkü, bu da nə sualına cavab verir. Bu qeyri-müəyyən yəlik haldır, yəlik hal. Bu da qeyri-müəyyən təsirlik haldır. Bilirik ki, qeyri-müəyyən halların yalnız nə sualları var. Bu ikini dəqiq demək olar. Məqsəd budaq cümləsidir. Budaq cümlənin xəbəri əmr şəklindədir. Budaq cümlənin xəbəri əmr şəklindədir. Amma biz bunu dəqiq deyə bilməyəcəyik də. Çünki bu təyin budaq cümləsi də olar, məqsəd budaq cümləsi də olar. Ona görə 3-ü çıxdıq. Əminliklə demək mümkün deyil. Sadələşdirdikdə feil sifət tərkibi ilə sadələşəcək. Bunu əminliklə demək mümkün deyil. Çünki sadələşəndə
Məstər tərkibi ilə də sadələşə bilər. Təyin olanda fe'l sifət tərkibi olur. Məqsəd olanda məqsəd zərfli məstər kimi sadələşir. Budaq cümlə baş cümlədə buraxılan təyinin yerində işlənib. Budaq cümlə baş cümlədə buraxılan təyinin yerində işlənib. Bunu da əminliklə deyə bilmərik. Yəni təyin budaq cümləsi olsa təyinin yerində işlənəcək, amma belə məqsəd budaq cümləsi olsa yox. Budaq cümlə baş cümlənin ümumi məzmununa aid deyil. Bu əminliklə deyə biləcəyimiz bir şeydir. Çünki bu şərt şəklində olan fe'llərə, daha doğrusu şərt budaq cümləsinə, qarşılaşdırma budaq cümləsinə aid bir fikirdir. Deməli bizim cavabımız 4 olar, 4 dənə. Cümlələrin yalnız birinə aid olan fikirləri müəyyən edin. Yanımdakı oğlandan soruşdum ki, bu bizim nəyimizdir? Baş cümləmizdir. Bu tərəfdə bizim budaq cümləmizdir. Nə etdim? Soruşdum. Kimdən? Oğlandan. Hansı oğlandan? Yanımdakı. Nədir? Məkandır. Necə məkandır? Maraqlı. Hara? Ora. Mübtədamdır. Adam var. Adamların naxışıdır. Var. Kim? Adam. Nədir? Adamların naxışıdır. Təyin bu da bizim təyin budaq cümləmizdir. Yanımdakı oğlandan soruşdum ki, nəyi? Bu da deməli tamamlıq budaq cümləmizdir. İndi baxaq. Bir mübtəda, iki xəbəri olduğu üçün 3 qrammatik əsası mövcuddur. Ümumiyyətlə 3 qrammatik əsas o deməkdir ki, 3 sadə cümlənin birləşməsindən yaranan mürəkkəb cümlədir. Bir ona görə səhvdir istənilən halda biri çıxdıq. Tabelik əlaqəsindən istifadə olunan bu cümlədə xəbər və zərflik işlənməyib. Belə bir şey var ki, xəbər işlənməyə. Bu cümlələr hansında var? İkisində də işlənib də. Ona görə 2-də heç 2 yox imiş. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənməyən bu cümlədə xəbər suala cavab vermir. Xəbəri suala cavab verməyən bu var sözüdür. Düzdür? Predikativdir, suala cavab vermir. Amma deyir, ikinci dərəcə üzvlərdən yalnız biri işlənməyən, heç biri işlənməyibdir Allahından. 3 də çıxdı. 3 də çıxanda cavab B qalır. 2 təyin işlənmiş bu cümlədə mübtəda zərflə ifadə olunub. Bəli, yanımdakı, maraqlı 2 təyin var. Mübtəda ora zərfi ilə ifadə olunub, 4 düzdür. Tamamlığa aid təyin. Tamamlığa aid təyin işlənsə də baş üzün təyini yoxdur. Yanlış fikirdir. Tamamlığa aid təyin budur. Baş üzvə aid təyin budur. Deməli 5 yanlış fikirdir. Tərkibindəki sadə cümlələr yalnız baş üzvlərdən ibarətdir. Tərkibindəki sadə cümlələr yalnız baş üzvlərdən ibarətdirsə, bu da ikinciyə aiddir. B variantı olacaq. Sonra sözsüz ahəngdar şirin mahnı insanlara müsbət təsir edir, zövq verir. Nə edir? Zövq verir, təsir edir. Necə müsbət? Kimə? İnsanlara. Nə mahnı? Hansı mahnı? Şirin, ahəngdar. Və burada bir dayanaq. Çünki bu sözsüz sözü həm təyin kimi olar, həm də modal söz kimi düşünə bilərik. İki cür düşünmək olar. Deyir, istənilən halda yanlışdır. Cümlədə 3 təyinin işləndiyi düşünülə bilər. Doğru fikirdir. Ola da bilər, olmaya da. 2 düzəltmə sözün işləndiyi nəzərə alınsa. 2 düzəltmə söz, bir bu olar. Bir də bu olar. Düzəltmədirsə artıq bu təyindir. Modal sözün düzəltmə versiyası yoxdur. Deyir, 2 düzəltmə sözün işləndiyini nəzərə alınsa, həmciz təyinlərin biri həmin sözlərdən biri ilə ifadə olunur. Yox, biri yox. Həmciz təyinlərin ikisi. İkisi həmin sözlərlə ifadə olunur. B yanlışdır. Həmin sözlərdən biri ilə ifadə olunur. Həmin sözlərdən biri. Yox, 2 dənəsi olur da. Həmciz təyinlərdən ikisi həmin sözlərlə ifadə olunur. İlk sözün morfoloji aidliyi müxtəlif düşünmək mümkündür. Bəli, modal söz, sifət. Həmciz üzvlər iştirak edən bu cümlədə bütün cümlə üzvləri işlənibdir. Bütün cümlə üzvləri. Harda səhv eləmişəm, baxım. Zövq verir, necə təsir edir. Necə təsir edir? Hə, deyir bu. Müsbət təsir edir. Bəli, düzdür. Sabit söz birləşməsi xəbərin ifadə vasitəsidir. Sabit söz birləşməsi zövq vermək. Tabesi əlaqəsinin tərəfidir. Bəli, həmcinsdir. Bu da düzdür. Sonra Eyler-Venn diaqramına əsasən uyğun fikirləri müəyyən edək. Gələnlər uşağı sorğu suala tuturdu. Nə edirdi? Tuturdu. Sorğu suala tuturdu bir yerdə daha doğrusu. Kimi uşağı, kim gələnlər? Olanları təkrar danışırdıq. Nə edirdik? Danışırdıq. Necə təkrar? Nəyi? Olanları.
Əşrəf diksinərək əlini qaldırdı. Nə etdi? Qaldırdı nəyi əlini? Necə qaldırdı diksinərək? Kim? Əşrəf. Çaylar süfrəyə dağıldı. Nə etdi? Dağıldı. Haraya? Nə çaylar? Deyir ki, 2 qrammatik əsası var. Xəbərlər fe'li xəbərdir. 2 qrammatik əsas həm burada var, ayrı-ayrı mübtəda xəbərlər, həm də burada var. Bir ortada olmalı idi. Ona görə biri çıxaq. Bizə nə lazımdır? Doğru fikirlər. Biri çıxdıq. Sabit söz birləşməsi müstəqil şəkildə cümlə üzvü rolundadır. Deyir. Bəli, sorğu suala tutmaq. 2 düzdür. Burada sərbəst sabit söz birləşməsi yoxdur. Ona görə 2-ni götürdüm. Sonra təyin işlənməyən bu cümlədə təsirlik halda olan isimlə ifadə olunmuş tamamlıq işlənib. Təyin heç birində düzü işlənməyib. İndi deyir, təsirlik halda olan isim uşağı tamamlıqdır, təsirlik haldadır. Olanları təsirlik haldadır və tamamlıqdır. 3 ortaya yazıb. Əlini tamamlıqdır, təsirlik haldır. Bəli, 3 düzdür. 2, 3 düzdür. Sintaktik əlaqənin hər iki növündən istifadə olunmayıb. Yanlış fikirdir. Çünki bu tabesiz mürəkkəb cümlədirsə, tabesiz mürəkkəb cümlənin tərəflərində tabesizlik əlaqəsi mövcuddur. Tabelik əlaqəsi də digər sözlər arasındadır o heç. 4 yanlışdır. 4-ləri belə çıxsaq cavabımız E qalar. Zəfliyin ifadə vasitəsi quruluşca düzəltmə olan feildir. Zəfliyin ifadə vasitəsi diksinərək. Dikdən diksinmək. Bəli, 5 düzdür. Digərində təkrardır zərflik, o da təkrar zərfidir. Tabesiz mürəkkəb cümlədir. Xəbərlərdən biri quruluşca düzəltmə feillə ifadə olunubdur. 6-da deyir, 6-nı bura yazıb. Qaldır sözün köküdür, qaldan qaldır yox. Dağılmaq da sözün köküdür. Bunlar sadədir, quruluşca düzəltmə deyil. Ona görə cavabımız E olar. Nə zaman bildin? Bunlar sənin aləmində getdikcə böyür. Nə zaman bildin ki? Deməli, bunlar nəyi bildin? Tamamlıq budaq cümləsidir. Baş cümləni gətirdim, hardan çəkdim? Bir dəqiqə. Aha. Baş buradır, budaq da buradır. Bunlar sənin aləmində getdikcə böyüyür, şübhələrini artırır. Nə edir? Artırır nəyi? Şübhələrini. Bizə nə lazımdır? Bir dəqiqə. Bizə lazımdır ki, budaq cümlə baş cümləyə sual əvəzi ilə bağlanmışdı. Yanlışdır. Burada nə zaman bağlayıcı söz funksiyasında deyil. Bağlayıcı söz olsaydı baş cümlədə gəlməzdi. Deməli, bir yanlışdır. Biri çıxdıq. Budaq cümlədə həmciz xəbərlər işlənib. Budaq cümlədə, bəli, nə edir? Şübhələrini artırır, böyüyür. Nə bunlar? 2 düzdür. Nümunə budaq cümləsi öncə işlənmiş zaman budaq cümləsidir. Yox, budaq cümləsi öncə işlənməyib. 3 səhvdir. Baş cümlə budaq cümlədən əvvəl gəlmişdir. Cümlələr bir-birinə intonasiya ilə bağlanıb. Doğrudur. 2, 4. Tabesli əlaqəsi işlənmiş bu cümlədə nümunədəki bağlayıcı sözə qarşılıq, ümumiyyətlə bağlayıcı söz yox deyə burada. Çox dirənmə. Bağlayıcı söz yoxdur. Aşağıdakı cümlədən hansılar birlikdə çıxarılsa, cümlədə tire və vergüldən biri işlənməz. 3 adama, vətəndən üz döndərənə, bizə lazımdır nə işlənməsin? Tire və vergüllərdən biri işlənməsin. 3 adama, vətəndən üz döndərənə, bax, bunu çıxsan, vergül də bununla bərabər çıxacaq. Düzdür, bir dənə vergülün burada gedəcək. Bunu çıxsan, bir sözləri çıxsan, tire çıxacaq. Yəni, birinci həmciz üzvü çıxsan, vergülün gedəcək. Ümumiləşdirici, yəni ara sözü çıxsan, sənin tren gedəcək. Cavabın olar A variantı. A variantı. Əslində, burada C-ni də götürmək olar. Siz niyə? Çünki bir sözlərini çıxdı, bunun tiresi gedir, amma vergülü burada qaldı, düzdür? İndi daima namərdlik edənə, bunu da çıxım, sonuncu söz birləşməsi budur da, daim namərdlik edənə. İndi bunu çıxanda buradakı vergül lazım olmur. Yəni ki, C-ni də doğru götürmək olar fikrimcə.
Deyir ki, hansı cümlələrin tərkibində bir dəqiqə qələmi götürüm. Bu niyə belə oldu? Dondu. Aha. Hansı cümlələrin tərkibindən tünd qara hərflərlə yazılmış söz çıxarılsa, həmin cümlələrin sintaktik təhlil sxemi dəyişməz. İnsan, dil, məzhəb, irq, irsiyyət, məqam fərqi qoyulmadan sevilməyə layiqdir. Nədir layiqdir? Nəyə layiqdir sevilməyə? Kim insan? Necə sevilməyə? Dil, məzhəb, irq, nə bilim, nə fərqi qoyulmadan. Hamısı bir yerdədir. Dili çıxsan nə dəyişər? Heç nə dəyişməz. Ona görə biri götür. Dərk etmə qabiliyyətini öldürən ən böyük düşmən mənfi vərdişlərdir. Nədir vərdişlərdir? Nə düşmən? Necə vərdişlərdir? Mənfi. Mənfini çıxanda təyinin gedir. Sintaktik təhlil dəyişir. Ona görə 2-ni götürmə. İşini tam yerinə yetirməyən adamın vicdan yarasına dava dərmanın şəfası olmaz. Nə etməz? Dava dərmanın şəfası olmaz. Nəyə? Adamın vicdan yarasına. Hansı adamın? İşini tam yerinə yetirməyən adamın. İndi tam sözünü çıx. Nə dəyişər? Heç nə dəyişməz. 3-ü götür. Xatirələrimiz unudulan anları, yəni tərkibdə olanda, yəni oradan söz çıxaranda da heç nə dəyişmir. Xatirələrimiz unudulan anları bizə xatırladır. Deyə bilmədim sözü. Nədir xatırladır? Kimə? Bizə. Bunu çıxanda tamamlığın gedir. Bunu çıxa bilməzsən. 4 heç. Ən vicdanlı insan fərq hiss etdirmədən hər kəsə yaxşılıq edəndir. Ən vicdanlı insandır. Kim? Fərq hiss etdirmədən hər kəsə yaxşılıq edən. Bu sənin xəbərindir. Obşi bir yerdə. Bu insandır. Hansı insan vicdanlı? İndi bu hər kəsə çıxdan nə dəyişər? Heç nə dəyişməz. Cavabın olar A variantı. Aydın dünəndən usta çağırıb cümləsindən fərqli olaraq. Nə edib çağırıb, kimi ustanı, kim aydın, nə vaxtdan dünəndən. Cümləsindən fərqli olaraq bayaqdan bəri müəllim çağırır cümləsində nöqtələrin yerinə yazıla biləcək fikirlərə əsasən nəsə. Burada müəllim sözünü 2 cür düşünmək olar. Çağırır, kim müəllim, bir də kimi müəllimi, nə vaxtdan, bayaqdan bəri. İndi belə baxsaq, deyir ki, cümlə üzvünün ifadə vasitəsi olan ismin halını əminliklə demək olur. Bundan fərqli olaraq buna aid eləyə bilməzsən bu fikri. Bir səhvdir. Burada əminliklə demək olur, amma bu ikinci cümlədə yox. Ona görə biri çıx getsin. Cümlə üzvlərinin sayını əminliklə demək olmur. Niyə ki? 2 halda da demək olur. 2 halda da demək olar. Bu da yanlış fikirdir. Ya müəllim olacaq, ya da ki, ya mübtəda olacaq, ya tamamlıq olacaq da. Say deyirsə, əminliklə demək olur. Xəbərin yanındakı ismin hansı halda olduğunu dəqiqliklə demək olmur. Bundan fərqli olaraq, bunda xəbərin yanındakı ismin, yəni müəllim ismin hansı halda olduğunu dəqiqliklə demək olmur. Bəli, doğru fikirdir. Doğru fikirdirsə qarşısında nə olmalıdır? Doğru olmalıydı. Deməli, 3-ü də çıx getsin. Yanlış yazılıb. Çıxışlı halda işlənmiş isim olmasa da, bəli, çıxışlı halda olan isim yoxdur heç birində. Adlı halda olan isim işləndiyini əminliklə demək olur. Xeyr. Burada var. Əminliklə deyə bilirsən ki, aydın sözü adlı halda. Amma bu cümləyə aid eləyə bilməzsən. Bu cümlədə müəllim sözü ya adlıqdır, ya da təsirlikdir. Onu Allah bilir, biz bilə bilmirik. Deməli, bu nədir? Bu yanlış fikirdir. Qarşısına yanlış yazılıb. Buna görə yanlışdır. Qarşısına yanlış yazılıb 4-ü götürə bilərəm. Nə sualına cavab verən ismin işlənib işlənmədiyini dəqiq demək olur. Dəqiq demək olmur. Deməli, yanlışdır. Qarşısına yanlış yazılıb. 5-i götürə bilərəm. Cavabım olar E variantı. Hansı nümunənin sintaktik təhlil sxemi fərqli formada düşünülə bilər? Deyir ki, qoca maralı meşədə çox axtardığı üçün mən ona yardım göndərdim. Nə etdim? Göndərdim. Nəyi? Yardımı. Kimə? Ona. Kim? Mən. Nə üçün göndərdim? Qoca maralı, burada hamısı bir yerdədir. O mühəndis Kamalla qohum idi. Nə idi? Qohum idi. Kim o? Kimlə? Kamalla. Hansı Kamalla? Mühəndis. Burada da bir şey yoxdur. Mərkəzin qədim əlyazmalarla zəngin olan kitabxanası var idi. Nə var idi?
tədris hissəsi, xəstəxanası, rəsədxanası, kitabxanası, mərkəzin kitabxanası, hamısı bir yerdə mərkəzin kitabxanası. İsmi birləşmənin əsas tərəfi sadalanıbsa, bunu ayrı-ayrı götürmək olar. Burada da bir şey yoxdur. Pişik balalarını qorumaq üçün qartalla savaşmağa başladı. Hə, bunu fərqli düşünmək olar. Bax, nə etdi? Başladı. Daha doğrusu nə etdi? Savaşmağa başladı bu bir yerdə. Nə ilə? Qartalla. Nə üçün? Pişik balalarını qorumaq üçün. Hamısı bir yerdə. Zəflik. Yəni o pişik balalarını qorumaq üçün qartalla savaşmağa başladı. Mübtədası buraxıla bilər. Bir də belə pişik savaşmağa başladı. Pişiyi də ayrıca mübtəda da düşünmək olar. Deməli cavabım olar D variantı. Özbəkistanın Xivə şəhərində böyük alimin heykəli ucalır. Nə edir? Ucalır. Nə? Alimin heykəli. Hansı alimin böyük? Harada? Özbəkistanın Xivə şəhərində. Burada da bir şey yoxdur. Doğru hökmləri müəyyən edin. Bütün cümlə üzvləri işlənən cümlə qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Çünki qeyri-müəyyən şəxsi cümlədə mübtəda olmur. Bütün cümlə üzvü işlənibsə, deməli qeyri-müəyyən şəxsi cümlə deyil. Adlıq cümlə ola bilməz. Doğrudur. Orada xəbər olmur. Xəbərin sintaktik əlaqədə yalnız əsas tərəf olduğu cümlə ola bilməz. Doğrudur. Çünki əgər mübtəda varsa, xəbər oradan aslı olmalı idi. Müəyyən şəxsi cümlə ola bilər. Bəli, problem deyil. Ola bilər müəyyən şəxsi cümlə. Ümumi şəxsi cümlə ola bilməz. Çünki mübtəda olmamalıdır ümumi şəxsi cümlədə. Cavab olar B variantı. Sonra 83. Gəlin bunu təhlil eləyək, görək nə çıxır buradan. Səhərdən külək əsdiyi üçün ev eşik torpağa batmışdı. Nə etmişdi? Batmışdı. Nəyə? Torpağa. Nə? Ev eşik. Nə üçün? Səhərdən külək əsdiyi üçün. Nə edəydi? Silinəydi. Yenidən zərfli. Nə? Pəncərələr. Hansı pəncərələr? Bütün. Sonra axşamdan soyuq olduğuna görə qapı bacağı artıq mənə bağladılmışdı. Nə demişdi? Bağladılmışdı. Kimə? Mənə. Nə? Qapı bacağı. Nə üçün? Axşamlar soyuq olduğuna görə. Tezliklə qurdurulacaqdı. Nə edəcəkdi? Qurdurulacaqdı. Tezliklə zəflik. Nə? Sobalar. Deyir ki, hər ikisi üçün yanlış fikirdir. Cümlədəki sonuncu xəbərin yazılışı yanlışdır. Sonuncu xəbər. Bunun yazılışı doğrudur. Silinəydi, bunun da yazılışı doğrudur. İndi yeni qaydalara görə düzdür, əvvəl deyirdi ki, feil saitlə bitirsə, idi hissəci ondan ayrı yazılır. Silinə idi. Amma təzə qaydalarda bitişik yazıla bilir, yəni yanlış sayılmır bu. Deməli A. Hər ikisi üçün yanlış fikirdir. Buna olmalıdır. Cümlədə bütün cümlə üzvləri yer almışdı. Burada təyinim var, zəfliyim var. Burada hamısı var. Birdə hamısı var. Amma ikinci cümlədə təyinim yoxdur. Düzdür? Bu bir üçün doğru, bir üçün yanlışdır. Ona görə B-ni variantlardan çıxsaq, heç nə qalmadı. Heç nə qalmadı. Deməli, keçən il bunu işləyəndə yazmışam səhv sual. Elə yəqin buna görə yazmışam. Aha. Deməli, B səhv fikirdir bu heç. B heç birinə aid deyil. İlk sözü müstəqil cümlə üzvü olmadığı nümunədə ilk mübtəda mürəkkəb isimlə ifadə olunub. İlk sözün burada da ilk sözlər səhərdən, axşamlar. Bunlar heç birisi müstəqil cümlə üzvü deyil. İlk mübtəda ev, eşik, qapı, bacağı. Bunlar da mürəkkəb mübtədalarımdır. İsimlə ifadə. Mürəkkəb mübtəda nədir? Mürəkkəb söz isimlə ifadə olunmuş mübtədadır. Deməli, bu hər ikisi üçün doğru fikirdir. Hər ikisi üçün doğru fikirdir. Sonra ədat işlənən cümlədə bütün xəbərlər sintaktik əlaqədə həm aslı, həm də əsas tərəfdir. Ədat işlənən nümunə. Gərək burada ədatdır. Gərək ədatdır. Bu tərəfdə varmı? Xeyr. Gərək ki modal sözdür. Bu tərəfdə artıq var, burada da ədatım var. Sintaktik əlaqədə həm aslı, həm də əsas tərəfdir. Qapı bacağı ilə münasibətdə bəli mübtəda var. Deməli, əsas tərəfdir. Daha doğrusu mübtəda ilə münasibətdə aslı tərəfdir.
Sonra digər üzvlərlə münasibətdə, tamamlıqla münasibətdə aslı tərəfdir. Amma buna aid eləyə bilmərəm. Hə, pəncərələr var burada da. Burada da eyni. Deməli bu D hər ikisi üçün doğru fikirdir. Hər ikisi üçün doğru fikirdir. Mən bura niyə D yazmışdım? Bəs C-ni hara yazmalıyam da bunun yanına? C-ni yazdım, D-ni yazdım. Sonra mübtədalardan biri orfoqrafik norma pozuntusu yaradan sözlə ifadə olunub. Ev eşi, pəncərələr. Burada səhv yazılıb bu. Qapı, baca, sobalar da düz yazılıb. Orfoqrafik norma bu birinə uyğundur, birinə yox. Bu E-ni də çıxmalıyıq. E də variantda olmamalıdır heç birində. Tamamlığın qoşmalı sözlə, zəfliklərin isə birinin qoşmalı, tamamlıq qoşmalı söz. Varmı qoşmalı söz? Yoxdur. Heç bir tamamlığım qoşmalı söz deyil. Deməli, Ə hər ikisi üçün yanlış fikirdir. Bitdimi? Deməli, 1-ə olmalıydı A-Ə, 2-yə də olmalıydı D-C. Buradan B-ni silsək, A-nı götürmək olar. Yaxud bura nə bilim Ə-ni yazsaq götürmək olar. Hər nəysə. Bu yəqin ki, yeni vəsaitdə düzəldiblər bunu. Hansı nümunələrdən tirə işarəsinin atılması cümlə üzvlərinin sayında dəyişikliyi yaratmayacaq? Azərbaycanın ən böyük şəhəri Bakı hər zaman başqa ölkə vətəndaşlarının diqqətini cəlb etmişdi. Nə etmişdi? Cəlb etmişdi. Nə etmişdi? Nəyi vətəndaşların diqqətini? Hansı vətəndaşların? Başqa ölkə vətəndaşlarının nəsə dayanıyor? Bakı. Azərbaycan ən böyük şəhəri Bakı. Bu bir yerdə mübtədadır, düzdür? Burada treni çıxsan, yəni əlavənin treçini çıxsan, Bakı hansı Bakı? Azərbaycanın ən böyük şəhəri. Dəyişiklik yaradar. Ona görə biri çıxdıq. Yəni tre olmasa Azərbaycanın ən böyük şəhəri təyin olacaq. İndi bir yerdə mübtədadır hamısı. Böyük, bayaq. Bayaq özünü ora-bura vuran kiçik bacım Aynur sakitcə oturmadığı üçün anam onu qucağına götürdü. Və burada problem yoxdur. Nə etdi? Götürdü. Nəyə qucağına? Kim anam? Kimi onu? Nə üçün? Bayaq özünü ora-bura vuran kiçik bacım Aynur sakitcə oturmadığı üçün. Hamısı bir yerdə zəflikdir bu. Hamısı bir yerdə. Yəni buradakı treni də çıx, yenə də bu zəflik olaraq qalır. Sakitcə oturmadığı söhbətinə görə, tərkibə görə. Şairin ən yaxın dostu Məlikə həbs etməmişdən qabaq biz onu bağda görmüşdük. Burada da nə etmişdik? Görmüşdük. Harada? Bağda. Kimi onu, tamamlıq, kim biz. Nə vaxt, nə zaman ən yaxın dostu Məlikə həbs etməmişdən qabaq. Bu tərkibdir. Yəni bunu çıxsan yenə də bir şey dəyişməyəcək. Ona görə 3-ü də götürürəm. Otaqdakı ən böyük gitara elə mənim sayılırdı. Nə dedi mənim sayılırdı? Nə gitara? Hansı gitara? Böyük. Bunu çıxsan otaqdakı ayrıca müstəqil təyin olar. İndi bir yerdədir, amma ayrıca təyin olar. Deməli 4-ü götürə bilmərəm. Qəzəbi soyduqdan sonra qardaşını bağışlayanda peşman olmayacağını düşünürdü. Nə edirdi? Düşünürdü. Nəyi düşünürdü? Peşman olmayacağını. Nə vaxt, nə zaman? Qardaşını bağışlayanda. Hamısı bir yerdədir. Bunu çıx, yenə də tərkib sayılacaq. 2, 3, 5 cavab E variantı. Satirik şair Sabir həqiqi vətəndaş mövqeyi nümayiş etdirərək xalqın hüquqlarını müdafiə edirdi. Nə edirdi? Müdafiə edirdi. Kim? Sabir. Kim? Sabir. Bu əslində hamısı bir yerdədir də. Amma bunu çıxanda hansı şair satirik şair təyin olar. Ona görə altını da çıxdıq. Nadir tapıntıları gizli saxladığı üçün çox sevinclidir. Nədir? Sevinclidir. Nə qədər? Yox, bu çox ədatlı, əstağfurullah. Nə üçün sevinclidir? Nadir tapıntıları gizli saxladığı üçün hamısı bir yerdə zəflik kimi də düşünmək olar. Bunu belə də düşünmək olar. Nədir? Sevinclidir. Kim nadir? Nə üçün sevinclidir? Tapıntıları gizli saxladığı üçün. Yəni 2 cür təhlil eləmək olar. Xəbərin 3 leksil şəkilçili sifətlə ifadə olunması fakt deyil. Ümumiyyətlə bu səhv fikirdir. Sevindən sevincdir, sevinclidir. 2 dənədir bu. Biri çıxsaq, qurutca düzəltmə olan xəbərin işlənməməsi bu faktdır. Bu faktdır. Çünki xəbər qurutca düzəltmə ola bilməz.
Xəbərin ifadə vasitəsi ya düzəltmədir, ya sadədir, ya mürəkkəb. Xəbərin özü yalnız sadə mürəkkəb ola bilər, düzəltmə ola bilməz. 2-ni götürdüm. Mübtədanın xüsusi isimlə ifadə olunması fakt deyil, yəni ki, ehtimaldır. Bunlar da çıxdıq. Təyinin sifətlə ifadə olunması təyin. Ehtimaldır desəydim. Yox, ehtimal deyil. Ümumiyyətlə təyin yoxdur bu cümlədə. Heç bir halda təyin yoxdur. Səhv fikirdir. Səbəb zərfliyinə leksik mənası olan 4 sözün daxil olması. Bəli, bu ehtimaldır. Nadiri birinci, bu aşağıdakına baxın. 1, 2, 3, 4 dənə. Amma nadiri mübtəda ayıranda 1, 2, 3 dənə. Bu ehtimaldır yəni. Cümlədə hərəkətin obyektinin olmaması, bu səhv fikirdir. Burada hərəkət saxlamaqdır. Bunun obyekti tapıntıları sözüdür. Bu səhv fikirdir ümumiyyətlə. Cavab D variantı. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Qasımov Əli kənddə yaşadığı vaxt həmin qəzetləri müntəzəm istifadə edirdi. Necə müntəzəm? Nəyi qəzetləri, hansı qəzetləri həmin, nə vaxt, nə zaman? Kənddə yaşadığı vaxt, kim? Qasımov Əli. Nizami Gəncəvi poemalarını yazarkən bu hökmdarlara ithaf edirdi. Kimə hökmdarlara, hansı bu? Nə vaxt, nə zaman poemalarını yazarkən kim? Nizami Gəncəvi. Zaman zərfliyinin fe'li birləşmə ilə ifadə olunması deyir. Bu fərqli fikirdir. Burada fe'li birləşmədir. Burada ismi birləşmədir. A-nı yazdıq 2-yə. Tamamlığın yazılışı ilə deyilişi arasında 2 fərqli məqamın olması. Qəzet, dəri bir dənə buradadır. Hökm, darrara 2 dənə də buradadır. B-ni yazaq bura. Təyinin yalnız sifəti əvəz edə bilən əvəzliklə ifadə olunması bu həminə aiddir. Bura aiddir. Bu əvəzi isə həm ismi, həm sifəti əvəz edir. Ona görə C-ni yazaq bura. Bunu dedim. Mübtədanın ifadə vasitəsinin tərkibində düzəltmə sözün olması. Nizami Gəncəvi, Qasımov Əli. Deməli, bu ortaq fikirdir. Xəbərin hökm deyil hərəkət bildirməsi. Hər ikisində xəbər fe'li xəbərdir. Hər ikisində xəbər hərəkət bildirir. Deməli, bura gedir. Yalnız 2 cümlə üzvünün sintaktik əlaqədə həm aslı, həm də əsas tərəfi olması. Burada xəbərdir. Bir xəbərdir, həm əslidir, həm əsasdır. Bir də qəzetləri sözüdür, tamamlıq. Bu tərəfdə də həm xəbərdir, aslı, əsas, həm də deməli, həm də tamamlıqdır, aslı, əsas. Yəni, deməli, əni də bura yazacağım. Cavabım olacaq nə? C variantı. Sonra, hansı nümunə verilən hökmləri inkar edir? Təyin kimi qoşması qoşulan yəli halı sözlərlə ifadə oluna bilmir. Var. Nə var? Ehtiyac. Orada sənin kimi istedada. Kimə istedada? Necə istedada? Sənin kimi istedada. Harada? Orada. Deməli, bir hökmü inkar elədi. Bir düzdür. Xəbərin tərkibində təsdiq halı söz işlənmir. Onların məqsədi məni xalqın gözündən salmaqdır. Onların məqsədidir. Nə? Məni xalqın gözündən salmaq. Burada məni təsdiq halı sözdür. Xəbərin ifadə vasitəsinin tərkibində işlənib. 2-ni götürək. Fe'l sifət tərkibləri zərflik rolunda çıxış edə bilmir. Vəli onu ağlayan görüb. Nə edib görüb? Kimi onu? Necə görüb? Ağlayan görüb. Kim Vəli? Burada tərkib yoxdur. 3-ü çıx. Qoşmalı sözlər tamamlıq rolunda çıxış edə bilmir. Anası üçün aldıqları daha yaxşı görünürdü. Nə edirdi? Görünürdü. Necə görünürdü? Yaxşı. Nə? Anası üçün aldıqları. Burada tamamlıq yoxdur. Zaman zərflikləri ismi birləşmələ ifadə oluna bilmir. Mən onu bağça illərindən tanıyıram. Nə edirəm? Tanıyıram. Kim mən? Kimi onu? Nə vaxtdan? Bağça illərindən. Zaman zərflikləri ismi birləşmələ ifadə olundu mu? Bəli, olundu. Deməli, cavabımız olar D variantı. Tərkibindəki fərqli cümlə üzvlərinin sayı baxımından, gəl bunu sayaq idi. Nümunələri 2-2 qruplaşdırsaq, hansı cümlə kənarda qalar?
Deyir, onun bu çılğınlığının xasiyyətindəki ziddiyyətin səbəbini nə yoldaşları, nə də müəllimləri anlaya bilirdilər. Bu bir yerdə xəbərdir. Kim? Müəllimləri, yoldaşları. Nəyi? Onun bu çılğınlığının xasiyyətindəki ziddiyyətinin səbəbini. Bu nədir? Bunlar tamamlıqdır da hamısı. Yox, tamamlığın var, bir dənə mübtədan var, bir dənə də xəbərin var. Bu 3 dənə cümlə var da burada. Düzdür? Qiymətli daş-qaşlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlamasını intizarla gözlərdilər. Nə edirdilər? Gözlərdilər. Necə gözlərdilər? İntizarla. Nəyi? Yarışın başlamasını. Kim gözlərdi? Gənclər. Hansı gənclər? Atların bəzəkli yəhərləri üstündə oturmuş. Kəhər də bunun içindədir bu heç. Kim? Qadınlar. Hansı qadınlar? Qiymətli daş-qaşlarla bəzənmiş. İndi burada mənim nəyim var? Təyinim var. Sonra mübtədan var, xəbərim var, bir də tamamlığım var. Burada 4 dənədir. Bu 4 dənə, bu 3 dənə. Mən artıq əlimi üzərək bağa qayıtmaq istəyirdim. Nə edirdim? Qayıtmaq istəyirdim. Haraya? Bağa. Necə? Əlimi üzərək. Kim mən? Birdən döngədə avtobus dayanacağında duran zabiti gördüm. Nə etdim? Gördüm. Kimi gördüm? Zabiti. Hansı zabiti? Döngədə avtobus dayanacağında duran, bu təyindir, bu təyin üzr istəyirəm. Bir dəqiqə. Bu təyindir. Duran zabiti gördüm. Deməli nəyim oldu? Mübtədam oldu, zərfliyim oldu, tamamlığım, təyinim və xəbərim. 1, 2, 3, 4, 5 dənə də burada oldu. 5 dənə də burada olub. Mayın sonlarında onun boluca çiçək açmış budaqları kəpənəklərin məskəninə çevrildi. Nə etdi? Çevrildi. Nəyə çevrildi? Kəpənəklərin məskəninə. Nə? Nə? Onun çiçək açmış budaqları, onun budaqları hamısı bir yerdə. Nə vaxt, nə zaman? Mayın sonlarında. Zərflik bir dənə, mübtəda 2, tamamlıq 3, çevrildi 4, xəbər də yox, 1, 2, 3, 4 dənə. 4 dənə də bu oldu. Qədimdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəst idi. Nə idi atəşpərəst idi? Kim? Azərbaycan əhalisinin əksəriyyəti. Nə vaxt, nə zaman? Qədimdə. O da nə edirdi? Sitayiş edirdi. Nəyə? O da. 1, 2, 3, 4, 5 dənə. 4 dənə. 1, 2, 3, 4 dənə oldu axı. Bu da 4 dənə oldu. Biz hansını səhv elədik? Dəqiqə. Bunları axırda demişəm. Buna baxın B-yə. Qiymətli daş-qaşlarla bəzənmiş. Təyin 1, qadın mübtəda 2, sonra 3, 4, 5 dənə. Hə, bu 5 dənədir. Deməli, qruplaşdırsaq A kənarda qalır. Hansı cümlələrin qarşısında həmin cümlədə iştirak etməyən bütün cümlə üzvləri göstərilmişdi? Döngənin başında dərənin iti enişi azalırdı. Nə edirdi? Azalırdı. Nə azalırdı? Dərənin iti enişi harada? Döngənin başında. Orada mal heyvan yolu var idi. Var idi. Nə var idi? Mal heyvan yolu. Harada? Orada. Burada təyin yoxdur, tamamlıq yoxdur. Biri götür. Qarın yağmasına baxmayaraq, bu bizim hamısı bir yerdə xüsusiləşmiş zərfliyimizdir. Axtarırdılar. Haranı? Qarın altını. Tamamlıq yox. Tamamlıq var burada. 2-ni götürməyək. Çünki tamamlığı gördüm. Haranın sualı tamamlığın sualıdır. Teymur şəhərin ən dəbdəbəli yerində özünə böyük bir ev alarkən biz bu daxmanı tərk edib getmirik. Nə edirik? Tərk edib getmirik. Yox, nə edirik? Getmirik. Necə getmirik? Bu daxmanı tərk edib. Bu daxmanı tərk edib. Kim? Biz. Aha. Nə vaxt, nə zaman? Teymur şəhərin ən dəbdəbəli yerində özünə nə bilim nə alarkən. Burada tamamlıq yoxdur, təyin yoxdur. 3-ü götürək. Bizə aid sənədlər ofisin 2-ci mərtəbəsində idi. Harada idi? Ofisin 2-ci mərtəbəsində idi. Nə sənədlər? Hansı sənədlər bizə aid? Burada təyinim var, ona görə 4-ü götürməyək. Mən ağır halda xəstəxanaya aparılmışdım. Aparılmışdım. Kim mən? Haraya? Xəstəxanaya. Necə aparılmışdım? Ağır halda aparılmışdım. Burada
Burada tamamlığım, təyinim yoxdur. 5-i də götürürəm. Cavab olar E variantı. Cədvəldəki uyğunluğu müəyyən edin. Baş üzvlərdən biri suala cavab vermir. Hara bizim üçün daha lazımlıdır? Nədir lazımlıdır? Nə hara? Biri götürə bilərəm. Hara sual əvəzidir? Suala cavab vermir. Burada gördüklərim kimindir? Nədir? Kimindir? Nə? Burada gördüklərim. İkini götürə bilərəm. Sual əvəzidir. Suala cavab vermir. Aldığım hədiyyələr Kənan üçündür. Nədir? Kənan üçündür. Nə hədiyyələr? Hansı hədiyyələr aldığım? Üçü çıxaq. Üçdə bir şey yoxdur. Sonra ikinci dərəcəli üzvlərdən biri suala cavab vermir. Biz nə zaman nəyi necə edəcəyimizi yaxşı bilirik. Nə edirik? Bilirik. Necə bilirik? Yaxşı bilirik. Nəyi bilirik? Nə zaman nəyi necə edəcəyimizi. Burada yox. 4-ü götürməyək. Nə qədər istədilərsə, nə etdilər, istədilər, nə qədər. Bax, bu suala cavab verməyən zəflikdir. 5-i götürək. Kiminə biraz pul vermişdilər, nə etmişdilər, vermişdilər. Nəyi pulu, nə qədər biraz, kimə, kiminə. Bu sual əvəzi deyil. Bu kimi qeyri-müəyyən əvəzlikdir. Kimi isə özü təslim olmuşdu. Nə etmiş, təslim olmuşdu. Kim özü, kim özü. Nə etmiş, təslim olmuşdu. Nə etmişdi, özü təslim olmuşdu. Kimi. Bu mübtədadır. Bu da tamamlıq. Deməli, cavabımız bizim nədir? 1, 2, 5. B variantı. Onlar 10 illərə bərabər olan bir neçə aylıq cəhbə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq. Nə edirdilər? Çatdırmaq istəyirdilər. Kimə? Adamlarına. Hansı adamlarına yaxın? Nəyi? Duyğunu, təsəvvürlərini. Kim onlar? Hansı duyğu təsəvvürlərini? 10 illərə bərabər olan bir neçə cəhbə həyatından aldıqları hamısı bir yerdə təyindir. İndi buna uyğun deməli nə olacaq? Mübtəda təyin, tamamlıq, təyin, tamamlıq, xəbər, cavab olar B variantı. İlin bu fəslində sahildən bu qədər uzaqda balaca balıq olmaz. Bu mövcud olmaq mənasındadır. Ona görə olmaz müstəqil xəbərdir. Nə balıq, necə balıq, balaca, sahildən bu qədər uzaqda. Sahildən bu qədər, harada? Sahildən bu qədər uzaqda, nə vaxt, nə zaman? İlin bu fəslində. Deyir ki, şəxsi cümlədir, xeyr, mübtəda var. Təyin fe'li xəbəri izah edir, deyir, amma balığı izah edib, mübtədanı izah edib, səhvdir. Yer zərfliyi qeyri-təyini ismi birləşmə ilə ifadə olunub, sahildən bu qədər uzaqda. Götürə bilərəm C-ni. Yer zərfliklərindən biri deyir. Bir dənə yer zərfliyi var da, D səhvdir. Zaman zərfliyinin quruluşu ilə ifadə vasitəsinin quruluşu fərqlidir. Zaman zərfliyinin quruluşu mürəkkəbdir. Düzdür, söz birləşməsi ilə ifadə olunubdur. Söz birləşməsinin quruluşu da mürəkkəbdir. Çünki 3 leksik mənalı söz var. Deməli, eynidir. E də səhvdir. Cavabım olar C var. Sonra 90. İnformatikanın tarixi, kompüterlərin yaranması və inkişaf mərhələlərinin təsnifatı. Hardan başlayaq buna? Nədir? Uyğundur. Nə uyğundur? İnkişaf tarixi və kompüter texnikası inkişaf. Nəyə uyğundur? Texnikası inkişaf tarixinə. Nəyə görə uyğundur? Bunlar hamısı bir yerdə zərflik götürək. Səbəb zərf. Bu da bir yerdə hamısı zərfli. Deyir, ismi birləşmələrin uyğunsuzluğu istəyir bizdən, uyğunsuzluq. İsmi birləşmələrdən ikisi müstəqil cümlə üzvüdür. İnkişaf tarixi də müstəqildir. Kompüter texnikasının inkişaf tarixi bu da müstəqildir. Ona görə bir uyğundur, biri çıxaq. Həmcüz üzvlər, ismi birləşmənin, həmcüz üzv yoxdur burada. 2 səhvdir, həmcüz üzv yoxdur. Yalnız bir üzvün qulurca sadə olduğu cümlədə, deyib bu, uyğundur, qulurca sadədir. Qoşmalı ismi birləşmə səbəb zərfliyi vəzifəsindədir. Qoşma budur, amma bu ismi birləşmə deyil. Etdiyinə görə fe'li birləşmədir. Yəni bu dık plus mənsubiyyət ismi birləşmə yaratmır. 3 uyğunsuzdur. Doğrunun altından yazılıb. İndi bu tərəfdən də doğruları tapmalıyıq. Ümumilikdə 4. Müxtəliflik baxımından 2 köməkçilik hissəsi. 1, 2,
3, bir də 4. 4 dənə ümumilikdə 4-dür. Müxtəliflik baxımından da qoşma var, bağlayıcı var. Sonra nə var? Heç nə. Qoşma bağlayıcı. Deməli 4 düzdür. T'nin işlənmədiyi cümlədə səbəb zərfliyi və tamamlığın ifadə vasitəsi müxtəlifdir. Bəli. Tamamlığın ifadə vasitəsi ismi birləşmədir. İsmi birləşmə. Səbəb zərfliyinin ifadə vasitəsi fe'li birləşmədir. Deməli 5 düzdür. Məstər tərkibi. Hardadır məstər tərkibi? Fe'l sifət tərkibinin aslı tərəfi olduğundan. Məstər bir dənə budur. Bax bu. O da informatikanın yaranması, ismi birləşmə yaradıb. İsmi birləşmədə də məstər tərkib yaradıb demirik. 6 ümumiyyətlə səhv fikirdir. Yanlışın altından götürmürük. Cavabımız oldu nə? A variantı. Doğru variantı müəyyən edək. Yoruldum. Elə uzun-uzun suallardır ki, bunlar adamı yorur. Bu muzeyin əsas xüsusiyyəti burada nümayiş etdirilən kolleksiyanın qar dənəciklərindən ibarət olmasıdır. Bu muzeyin xüsusiyyətidir. Hansı muzeyin bu? Nə? Kolleksiyanın qar dənəciklərindən ibarət olmasıdır. Hansı kolleksiyanın burada nümayiş etdirilən? Vulkanın aktivləşərək həmin böyük parkda təhlükə yarada biləcəyi ehtimal olunur. Nədir ehtimal olunur? Nə ehtimal olunur? Vulkanın hamısı bir yerdə deməli mübtədadır. Milyonlarla il əvvəl belə bir super qitənin mövcud olduğu sir deyil. Nədir sir deyil? Nə sir deyil? Hamısı bir yerdə belə bir qitənin mövcud olur. İndi deyir ki, mürəkkəb mübtədalı geniş cümlədir. Mürəkkəb mübtədalı geniş cümlə birə aiddir. Çünki burada muzeyin əsas xüsusiyyəti mürəkkəb mübtədalı geniş cümlələrdə digər iki nitq təyinlər var da, ikinci dərəcəli üzvlər olanda geniş cümlə sayılır. Bir düzdür. Tamamlıq aslı tərəfi, tamamlıq yoxdur. Sonra xəbərin ifadə vasitəsi olan fe'lin şəklinin inkarı yalnız deyil hissəci ilə formalaşır. Xəbərin ifadə vasitəsi ibarət olmasıdır. Burada maqdır. Şəkil yoxdur burada. Ası deyil bu. Yəni, lazım şəkli deyil. Bu, olmaq fe'linin mənsubiyyətə görə dəyişməsidir. Deməli, 5 yanlış fikirdir. Olmaq fe'lidir də, olmaq. Mənsubiyyətə görə dəyişib olub olması. Düzdür? Yəni, fe'lin şəkli deyir. Bu təsirlənməyən fe'ldir. Təsirlənən fe'lin şəkli olar. Təsirlənməyənin şəkli olmaz. 5 yanlış fikirdir. T'nin ifadə vasitəsi olan əvəzi. İndi bu cümləyə baxmalıyıq. Burada təyin yoxdur. Təyin yoxdur. Yanlışdır. Baş üzvlərin quruluşu eynidir. Yox. Bu ehtimal olunur sadədir. Bu mürəkkəbdir. Altını götürürəm. Sonra ismi birləşməli ifadə olunan mübtədanın təyini ədatla. Təyin yoxdur burada. İkinci bu cümləyə baxıram. Zərfliyin ifadə vasitəsinin tərkibində say işlənməyib. Zərflik də yoxdur burada. Yanlışdır. 7-ni götürürəm. Xəbəri quruluşca sadə olan müxtəsər cümlədir. Bəli, bu doğrudur. Götürmürəm. Xəbər sadədir və mübtəda xəbərdən ibarətdir. Bu müxtəsər cümlədir. Cavabım olar A variantı. Daha az cümlə üzünün işləndiyi variantı seçin, deyir. Qocanın qaxaca dönmüş bədəninin sözünə baxmadığını, oturduğu yerdə qalxmaqda çətinlik çəkdiyini görən atlı kömək etdi. Nə etdi? Kömək etdi. Kim atlı? Hansı atlı? Qocanın qaxaca dönmüş bədəninin sözünə baxmadığını, oturduğu yerdə çətinlik çəkdiyini görən atlı. Burada 3 dənədir. Sonra, təbiətin zəhərlənməsinin törətdiyi bəlaları muzeydə nümayiş olunan nədir? Mümkündür. Nə mümkündür? Hamısı bir yerdə mübtəda. Burada 2 dənədir. Beləliklə qoca bir neçə atlını buraxandan sonra nəhayət birini saxladı. Nə etdi? Saxladı. Kimi? Birini. Kim? Qoca. Nə vaxt, nə zaman? Bir neçə atlını buraxandan sonra 1, 2, 3, 4 dənə də buradadır.
Onun üzünə təbəssüm ya. Nə etdi? Yayıldı. Nə yayıldı? E, nə yayıldı? Təbəssüm. Onun üzünə bu da tamamlıqdır. 3 dənə də buradadır. Amma bunu ciddi qəbul edə bilmirdim. Nə edə bilmirdim? Qəbul edə bilmirdim. Necə ciddi? Nəyi bunu? 3 dənə də buradadır. 2 dənə buradadır da B variantı. Sonra uyğunluğu müəyyən edin. Uşaqlar, qarşınızda gördüyünüz torpaq bizim axtardığımız həmin adadır. Nədir adadır? Hansı adadır həmin? Nə torpaq? Bizim axtardığımız hansıdır? Bizim axtardığımız adadır. Torpaq, hansı torpaq? Qarşınızda gördüyünüz. Bu uşaqlar da xitabdır, bu heç. İndi deyir cümlənin vergülü ixtisar etsə ikinci dərəcəli üzvlərin sayı artar. Yox, nə dəxli var ki? Uşaqlar qarşınızda gördüyünüz torpaq bizim axtardığımız. Yox, mənasız bir şey alınır. Yanlış fikirdir. Üsyan etmək niyyətində olan gəmi heyətinin özünü belə aparması qəribədir. Nədir qəribədir? Nə qəribədir? Gəmi heyətinin özünü belə aparması. Hansı gəmi heyətinin? Üsyan etmək niyyətində olan. Baş üzvlər arasında uzlaşma gözlənilib. Bəli, bu üçüncü şəxsdir. Bu da üçüncü şəxsdir. Düzdür. Doğru yazılmalıdır, yanlış yazılıb. Elbəy eşitdiklərini mümkün qədər tez çatdırmaq istəyirdi. Tez. Nəyi? Eşitdiklərini. Bu mümkün qədər tez hamısı bir yerdədir. Kim Elbəy? Məstər tərkibi əmələ gətirərək yanlış fikirdir. Deyirik ki, mak plus istəmək sxemində məstər tərkib əmələ gətirmir. Bunun axırı nə olacaq? Baxa, onlar axıra qədər mənim sözümü kəsmədən qulaq asdılar. Nə etdilər? Qulaq asdılar. Kim onlar? Necə qulaq asdılar? Axıra qədər mənim sözümü kəsmədən qulaq asıblar. Tərz hərəkət zəfliyi və xəbərin ifadə vasitəsinin quruluşu eynidir. Yanlış fikirdir. Bu qulaq astı sadədir. İfadə vasitəsi qulaq asmaq frazemdir də sadədir. Sonra fabrikin önündə hər kəsdən, yəni Musa dayıdan, Musa dayıdan, İlqardan və o biri işçilərdən izahat aldılar. Tamamlığın əlavəsi işlənib. Yanlış fikirdir. Bu hər kəsdən ümləşdirici sözdür. Deyirik ki, həmcins üzvlərdən izahat aldılar. İşçilərdən, İlqardan, Musa dayıdan, yəni hər kəsdən. Həmcins üzvlərdən öncə gələn ümumləşdirici sözdür bu. Burada bir əlavə yoxdur. Bu yanlışdır. Bu cavab olar D variantı. Sonra uyğunluğu müəyyən edin. Bunu təhlil eləyək. Nə etmək istədim? Bülbülün gözəlliyinə vurulan rəssam nə etmək istədi? Çəkmək istədi. Kim rəssam? Nəyi çəkmək istədi? Tablonu. Hansı tablonu? 1. Bu ədat deyil. Saydı. Yağlı boyaları işə salıb. Necə çəkmək istədi? Yağlı boyaları işə salıb. Hansı rəssam? Bülbülün gözəlliyinə vurulan. Mənə acığı tutan böyük qardaşım əsəbi halda öz övladını danlamağa başlamışdı bir yerdə. Kimi? Öz övladını necə əsəbi halda danlamağa başlayıb? Kim qardaşım? Hansı qardaşım böyük? Hansı qardaşım mənə acığı tutan? Hər iki cümlə ilə bağlı doğru fikirdir. Təyinlər quruluşca eyni deyil. Bu deməli mürəkkəb təyindir. Bu sadə təyindir. Bu mənə acığı tutan bu mürəkkəb təyindir. Bu sadə təyindir. Deməli, quruluşca eyni deyil. A-nı bura yaza bilərəm. Yalnız bir cümlə ilə bağlı, iki təsirlik hallı isim işlənib. Yağlı boyaları 1, tablonu 2. Bunun üçün doğrudur. Acığı tutmaq frazemdir. Bunu təsirlik hal deyə bilməzsən. Əsəbi halda öz övladını, burada da bir dənə. Yalnız bir cümlə ilə bağlı yanlış fikirdir. Bura B-ni yaza bilərik. Tamamlıqlar quruluşca sadədir. Öz övladını mürəkkəbdir. Bu tərəfdə quruluşca sadədir. Yalnız bir cümlə ilə bağlı doğru fikirdir. Yəni C-ni bura yazacağım.
Sonra deyir ki, kökü homonim olan və isimdən düzələn sifət. Burada yağlı sözüdür. Kökü homonimdir, isimdən düzəlir. Burada da varmı? Yox, burada da yoxdur. Sifət təyin ifadə vasitəsi kimi çıxış edir. Xeyr, bir yerdə zəflikdir. Deməli, D heç birinə aid fikir deyil. Hər ikisi üçün yanlışdır. Hər ikisi üçün doğru deyil də. Yəni, hər ikisi üçün yanlışdır. D-ni ümumiyyətlə çıxmalıyıq. Məstər tərkibi işlənmiş nümunədə zəfliklər söz birləşməsi ilə ifadə olunub. Məstər tərkibi işlənmiş nümunə. Varmı məstər tərkibi burada? Burada yoxdur. Çəkmək istədi bir yerdədir. Məstər tərkib yaratmayıb. Danlamağa başladı. Yenə də məstər tərkib yaratmayıb. Bu da hər ikisi üçün yanlış fikirdir. Bunu da belə çıxacağıq. Burada olmalıdır A, B, C. Hardasa B variantı olmalı. Bunun cavabını amma deyəsən fərqli vermişdi nəsə. Ya da ki, nə bilim, mən səhv elədim. Nəsə diqqətimdən qaçan bir şey gördünüzsə, rəydə yazın. Sol xanadan yanlış, buradan yanlış, bu tərəfdən də doğru fikirləri müəyyən etməliyik. Bura oğlan gölə baxmaq üçün gəlmişdi cümləsindəki altından xətt çəkilən söz ixtisar olunarsa, nə etmişdi? Gəlmişdi. Nə üçün gəlmişdi? Gölə baxmaq üçün gəlmişdi. Kim oğlan? Haraya gəlmişdi? Buraya. Məqsəd zərfliyinin ifadə vasitəsi dəyişməz deyir, amma dəyişər. Bir yanlışdır. Çünki gölə ixtisar olunsa, baxmaq üçün sadə sözlə ifadə olunmuş olacaq məstər tərkibi, yəni qoşmalı sözlə. İndiki halda məstər tərkibi ilə ifadə olunmuş sayılır. Bir səhvdir. Cümlə üzvlərinin sayı dəyişməz. Bəli, bu doğrudur. Zərflə ifadə olunan cümlə üzvü işlənmiş olar. Nə dəxli var? Yanlış fikirdir. Onsuz da var da bu. Zərflə ifadə olunmuş cümlə üzvü. Mürəkkəb cümlə üzvlərinin sayı dəyişər. Dəyişməz. Dəyişməz. Bu o deməkdir ki, sayı dəyişər. 2 dənə idisə 1 dənə olar. Sayı dəyişər. Ümumiyyətlə mürəkkəb cümlə üzvü qalmaz. Bu 4 də yanlış fikirdir. 1, 3, 4. Söz qoşmadan sonra gələrsə, bura oğlan baxmaq üçün gölə gəlmişdi də, belə bir şey olacaq. Nəsə, cümlə üzvlərinin əlavəsi işlənmiş olar. Yox, nə dəxli var? Baxmaq üçün gölə gəlmişdi. Yox. Tabesli əlaqəsi işlənmiş olar. Xeyr. Zərfliyin sayı artmaz. Zərfliyin sayı artmaz. Baxmaq üçün, bura oğlan baxmaq üçün gölə gəlmişdi. Artar əslində burada. Artar. Gölədə artıq müstəqil olacaq axı, artacaq zərfliyin sayı. Səhvdir bu. Cümlə üzvlərinin sayı dəyişməz, yox, dəyişər. 3 dənə zərflik olar, dəyişər. Deməli, 1, 3, 4 cavab olar C variantı. Bitdi. 97-ci sualda yenə dediyim kimi, hər hansı bir nəyisə texniki, ümumiyyətlə gözümdən qaçan səhvlik eləmişəmsə, onu rəydə deyin, amma qayıdıb baxa bilməyəcəm. Yorulmuşam. Sağ olun. Görüşənə qədər.